Bizim Kəlağay ilə bağlı çox gözəl bir sujetimiz var. Tarixin ipək izləri. Ümumiyyətlə, keyfiyyətli Kəlağayını necə seçmək lazımdır və qiymətlər necə dəyişir, nəyə əsasən dəyişir? Bax, bu haqda maraqlı bir sujet hazırlamışıq. Bir vaxtlar Kəlağayıya maraq azalmış, bu qədim sənət demək olar ki, unudulmuşdu. Lakin son illərdə vəziyyət dəyişib. İpəkçinin canlanması, yerli ustaların sayının artması və gənclərin milli dəyərlərə dönüşü Kəlağayını yenidən gündəmə gətirib. Əvvəlkindən də çoxdur məsələn maraq. Amma indi hərə elə vaxt olur ki, yaşlılar da xüsusi. Amma cavanlar yəni indiki rənglərə yəni meyllidirlər də. Amma özləri 7 rəng olub da. Əsasən də 7 rəng həm o prosesi də uzun olur, həm də o bahalı olur. Yəni ondan istifadə olunubdur. İndi hərə öz zövqünə uyğun götürür də yəni indi. Bəs alıcılar Kəlağayı alarkən saxtanı əslindən necə ayırmalıdır? İndi elələri var ki, ipək adına satılır. Bunlar təmiz ipəkdir. Yoxlamaqdan ötürü üzükdən keçirsinlər. Əgər üzükdən keçirsə bu, təmiz ipəkdir. Bizim məsəl üçün başardığımız, yoxladığımız ancaq o üzükdir. Bir də sənətkar əlin vuranda bilir ki, bu təmiz ipəkdir, yoxsa qarışıqdır. Çəkilişimiz zamanı Kəlağayıya xüsusi maraq göstərən və hətta oradaca seçim edib alan bir gənclə də qarşılaşdıq. O həm rənglərin ahəngini, həm də bu sənətin daşıdığı mədəni dəyəri böyük maraqla izləyirdi. Bu isə Kəlağayının artıq təkcə ənənəvi nəsillərin deyil, gənclərin də diqqətini və etibarını qazandığını göstərir. Biz bu günləri burada kifayət qədər Kəlağaylarla tanış olduq. Kəlağaylar demək olar ki, gördüyünüz kimi təmiz ipək məhsullarıdır. Nəinki bu Kəlağaylar Azərbaycanda, dünyada da kifayət qədər məşhurdur. Növbəli Kəlağaylarımız burada göz oxşuyur. Hansı ki, burada həm cavan qızlarımız, həm xanımlarımız müəyyən qədər istifadə edə bilər. Üzərimdə gördüyünüz Kəlağayı təmiz ipək məhsulu olmağı ilə yanaşı Bakıda satılan digər firma məhsullarından kifayət qədər seçilir. Bu Kəlağayının sadəcə bir aksesuar deyil, mədəni irsimizin yaşatdığı və gələcək nəsillərə ötürdüyü dəyərli bir miras olduğunu bir daha sübut edir. Gənclərimiz bu ənənəni qəbul etməsi Kəlağayıya olan marağın və sevginin gələcəkdə də davam edəcəyinə işarədir. Onun boyasını belə sarağan ağacından, palıd qozalarından, nə bilim soğan qabığından belə xüsusi təbii üsullarla hazırlayırlar. Yəni əsl Kəlağayını. Ötən gün bir YouTuber paylaşmışdı. Mən gördün yoxsa yox? Nə? Şəkidən olan bir YouTuber paylaşmışdı. Kəlağayının necə üzərini bəzək vururlar belə. Butalarla. Butalar o qədər xüsusi gözəldir. taxtalardan hazırlanmış qəliblər var. Onu əvvəl belə yağlayırlar ki, sonra boyaya salanda o rəng, bir neçə rəngə salırlar da o ardıcıllığı bilmək lazımdır. Məsələn, onu hansısa bir rəngə boyayırlar, sonra o xüsusi o nə deyirlər ona? Peçatdır da elə. Möhür kimi. Möhür kimi vururlar o bəzəkləri, naxışları. Ondan sonra növbəti dəfə salanda o naxışların yeri başqa rəng olur, özü başqa rəngə çevrilir. O rənglərin ardıcıllığı və o qədər incə bir prosesdir ki, indi Şəki ipək kombinatında düzdür, o proses belə hər şey avtomatlaşdırılıb, o baramaların açılması prosesi filan o qədər belə incə işdir ki, belə izlədikcə izləməyin gəlir, həm də o qədər çətin. Orada işləyənlərə də Allah kömək olsun. Bütün gün qaynar suda əlləri filan çox zülümlü işdir, əziyyətli işdir. Bəzən deyirlər ki, o Kəlağay niyə o qədər bahadır? İnanın ki, siz orada çəkilən əziyyəti görsəz, elə deyərsiniz ki, çox ucuzdur. Çox zəhmətli prosesdir. Çox əziyyətli prosesdir, eynən. Amma çox gözəldir də. Gözəl tarixi sənətdir, həqiqətən.